Bugün reallıq haqqında bildiyimiz, daha doğrusu bildiyimizi zənn etdiyimiz hər şey kökündən dəyişən bir kitabdan danışacaq. Nəssim Talebin Qara Ququ kitabından. Amma bilin ki, bu quru bir iqtisadiyyat kitabı deyil. Bu, gözlənilməzliklərlə dolu bir dünyada necə ayaqda qalmaq, necə yaşamaq lazım olduğuna dair bir bələdçidir. Yaxşı, gəlin birbaşa mətləbə keçək. Heç fikirləşmisiniz? Tarixi dəyişdirən ən böyük hadisələr niyə həmişə istisnasız olaraq bizim üçün tam bir sürpriz olur? Bax, kitabın cavab axtardığı əsas sual budur. Planlar qururuq, amma sonra sanki həyat özü araya girir. Bu sual da məhz o proqnozlaşdıra bilmədiyimiz anlar haqqındadır. Baxın, planlarımız istər şəxsi həyatımızda olsun, istərsə də qlobal siyasətdə sanki heç kimin görmədiyi hadisələrlə alt-üst olmaq üçün qurulub. Bir anlıq bu hadisələri düşünün. İnternetin həyatımızı bu dərəcədə dəyişəcəyini kim təxmin edə bilərdi? Yaxud 11 sentyabr hücumlarını və ya bütün dünyanı silkələyən 2008 böhranını. Bunları kim proqnozlaşdırmışdı? Demək olar ki, heç kim. Kitabın adı və əsas metaforası əslində çox sadə bir hekayədən gəlir. Təsəvvür edin, minlərlə il boyunca Avropada yaşayan insanlar üçün bütün quşlarının ağ olması danılmaz bir həqiqət idi. Yəni gördükləri hər yeni quşu bu faktı bir daha təsdiqləyirdi. Və sonra bir gün Avstraliyada bircə dənə qara quşu tapılır. Və salam. Tək bir müşahidə, tək bir fakt minilliklər boyu formalaşan o möhkəm inancı darmadağın edir. Bax bu, keçmiş təcrübəyə əsaslanan biliyimizin əslində nə qədər kövrək olduğunu göstərən mükəmməl bir nümunədir. Beləliklə, gəlin Talebin qara qoruquşu dediyi şeyə rəsmi bir tərif verək. Bu, üç əsas xüsusiyyəti olan bir hadisədir. Birincisi, o tam bir anomaliyadır, gözlənilməzdir. İkincisi, təsiri inanılmaz dərəcədə böyüdür. Və üçüncüsü, hadisə baş verdikdən sonra biz ona məntiqli izahlar tapmağa çalışırıq. Gəlin bu üç xüsusiyyəti biraz da açaq. Deməli, birincisi, bu hadisə tamamilə gözlənilməzdir. Keçmişdə onun olacağına dair heç bir ipucu yoxdur. İkincisi, təsiri o qədər böyükdür ki, dünyanı dəyişir. Və üçüncüsü, bəlkə də ən maraqlısı. Hadisə baş verən kimi, hamı, mən bilirdim axı belə olacaq, deməyə başlayır. Sanki hər şey əvvəldən bəlliymiş kimi. Məhz bu məsələnin ürəyidir. Əgər həyatımızı, cəmiyyəti, tarixi, hər şeyi bu qara ququçları müəyyən edirsə, bəs biz niyə onları görmürük? Niyə beynimiz inadla onları görməzdən gəlir və biz hər dəfə yenidən təəccüblənirik? Bu korluğun səbəbini anlamaq üçün Talebin verdiyi o məşhur hinduşka hekayəsi əladır. Təsəvvür edin, bir hinduşkanı 1000 gün boyunca hər səhər eyni insan yemləyir. Hinduşka üçün hər yeni gün gələcəyinin daha da təhlükəsiz olduğuna dair bir sübutdur. İnancı getdikcə möhkəmlənir. Amma 1001-ci gün şükran günüdür və hinduşkanın keçmişə əsaslanan proqnozu onun üçün ölümcül bir səhv olur. Əslində hamımız bu zehni tələlərə düşürük. Mürəkkəb bir dünyanı anlamaq üçün özümüzə sadə hekayələr danışırıq. Tarixə baxanda ancaq uğur qazananları görürük, amma o uğura gedən yolda iflası uğrayan minlərlə ideyanın şirkəti unuduruq. Bildiyimiz risklərə o qədər ilişib qalırıq ki, heç ağlımıza gəlməyən riskləri tamamilə göz ardı edirik. Və ən pisi, beynimizdəki o səliqəli modellərin reallığın özü olduğuna inanırıq. Yaxşı, bəs bu korluğun kökü nədədir? Talebə görə, problem bizim iki tamamilə fərqli reallıq növünü bir-birinə qarışdırmağımızdadır. Gəlin bu iki dünyaya, proqnozlaşdırılan və vəhşi dünyaya baxaq. Çünki qara qoğlunları məhz o vəhşi dünyada yaşayır. Bu iki dünya arasındakı fərqi anlamaq əslində bütün məsələnin açarıdır. Gəlin belə düşünək. Mediokristan, yəni proqnozlaşdırılan dünya. Məsələn, insan boyu. Bir otağa 100 nəfər yığıb, sonra da dünyanın ən hündür adamını ora gətirsəniz, orta boy nə qədər dəyişəcək ki? Çox az, düzdür? Amma ekstremistanda, yəni vəhşi dünyada, məsələn, sərvət, eyni otağa Bill Gates'i daxil etsəniz nə olar? Orta sərvət bir anda milyardlarla artar. Bax, fərq budur. Birincisində proqnozlar işləyir, ikincisində isə bu sadəcə təhlükəlidir. Deməli, bizim əsas səhvimiz budur. Biz maliyyə bazarları, siyasət, texnologiya kimi tamamilə vəhşi və proqnozlaşdırılmaz sahələri anlamaq üçün sanki insan çəkisi kimi sakit və proqnozlaşdırıla bilən dünyanın alətlərindən istifadə edirik. Və təbii ki, bu işləmir. Yaxşı, problemi anladıq. Dünya gözlənilməzdir və bizim beynimiz bu reallığı qəbul etməkdə çətinlik çəkir. Bəs çıxış yolu nədir? İndi gəlin problemdən həll yoluna keçək. Yəni, Talebin qara qulaqlı quşlarının hökmranlıq etdiyi bir dünyada yaşamaq üçün verdiyi praktik məsləhətlərə baxaq. Bu sitat birbaşa kitabdan gəlir və əsas ideyanı çox gözəl ifadə edir. Məsələ gələcəyə proqnozlaşdırmaq deyil,
Məsələ daim sınaqdan keçirmək, təcrübə aparmaq və qarşına çıxan fürsətləri yaxalamağa hazır olmaqdır. Çünki hərəkətsizlik yanlış proqnoza güvənərək hərəkət etməkdən qat-qat pisdir. Bu əsl strategiyadır. Söhbət gələcəyi təxmin etməkdən getmir. Söhbət özünü elə bir vəziyyətə gətirməkdən gedir ki, yaxşı sürprizlər, yəni müsbət qara quşları sənə maksimum fayda versin, pisləri isə minimum zərər. Bu təkcə pula, investisiyaya aid deyil. Bu karyera seçiminə, yeni bir işə başlamağa, hətta şəxsi münasibətlərə də aiddir. Risklərini idarə et, amma müsbət sürprizlərə də qucağını açıq saxla. Bu cümlə düşüncə tərzindəki o fundamental dəyişikliyi çox kəskin şəkildə ifadə edir, elə deyilmi? Məqsəd, o bayaq danışdığımız bədbəxt hinduşka kimi qeyri-müəyyənliyin qurbanı olmaq deyil. Əksinə, məqsəd vəziyyətdən faydalanan tərəf, yəni qəssab olmaqdır. Talibin özünün 2008 böhranından böyük pullar qazanması da məhz bu strategiyanın bir nəticəsi idi. İndi bir saniyə dayanın və öz həyatınızı düşünün. Sizi bugün olduğunuz insana çevirən ən vacib hadisələr, işinizi tapmağınız, həyat yoldaşınızla tanış olmağınız, ən böyük uğurunuz və ya ən böyük səhviniz. Bunlardan neçəsini illər əvvəl dəqiqliklə planlaşdırmışdınız. Çox güman ki, həyatınızın ən yadda qalan, ən dönüş nöqtəsi olan anları məhz planlaşdırılmamış qara quşlar olub. Və sonda gəlin perspektivi biraz da genişləndirək. Sizin və mənim bugün burada olmağımız kainatın tarixində o qədər az ehtimallı hadisələr zəncirinin nəticəsidir ki, əslində həyatın özü ən böyük, ən heyrətamiz qaraqum quşudur. Və bu təhlili sizi bu yeni perspektivi öz gündəlik həyatınıza tətbiq etməyə çağıran son bir sualla bitiririk. Əgər ən böyük hadisələr onsuz da proqnozlaşdırıla bilmirsə və həyatın özü möcüzəvi bir sürprizdirsə, bəlkə də gələcəyi kontrol etməyə çalışmaqdansa, bugün daha az şey üçün narahat olmağın vaxtı gəlib çatıb.